Salam dəyərli şagirdlər və MİQA sertifikasiyaya hazırlaşan dəyərli üzvlər. Bugün izah edəcəyimiz mövzu doymamış iç əsaslı karbon turşularıdır. Gəlin onlar haqqında danışaq. Doymamış karbohidrogen radikalı və karboksil qrupundan ibarət olan üzvü maddələrə deməli doymamış bir əsaslı karbon turşuları deyilir. Biz hansılarını göstərə bilərik? İlk nümayəndə kimi biz deməli akril turşusunu göstərə bilərik. Bunun adı akril turşusudur. Həmçinin propen turşusu da deyilir buna. Daha sonra növbəti bunun adı metakril. Digər adı 2-metil propen turşusu olacaq. Doymuş turşulardan biz stearin turşusu haqqında məlumat almışdıq. C17, H35, COH-dır. Bunun adı stearin turşusudur. Stearin turşusundan 1 mol hidrogen çıxsam, yəni 1 mol hidrogen çıxsam və bu zaman yaranır C17, H33, COH. Bunun adı olur olein turşusu. 2 mol hidrogen çıxsam stearin turşusundan C17, H31, COH, linol turşusu. 3 mol hidrogen çıxsam C17, H29, COH, linolen turşusu. Olein turşusunda cis trans izomerləri də var. Cis izomerinin adı olein turşusudur. Trans izomerinin adı isə elaidin turşusudur. Cis izomeri may halda olur, trans izomeri isə bərk halda olur. Adi şəraitdə olan mayyənin cis izomeri yağların tərkibində olur, amma trans izomeri isə təbiətdə rast gəlinmir. Linol turşusunda 3 dənə 2 qat rabitə var. Linolen turşusunda 4 dənə 2 qat rabitə mövcuddur. Olein turşusunda isə 2 dənə 2 qat rabitə vardır. Deməli, doymamış turşular hansı reaksiyalara daxil olurlar? Birləşmə reaksiyasına daxil olurlar. Çünki onların belə deyim də doymamış karbohidrogen radikalı olduğuna görə onlar birləşmə reaksiyasına daxil olacaqlar. Məsələn, akril turşusunun üzərinə mən hidrogen gəlsəm, buradan alınar nə? Propan turşusu. Və yaxud da olein turşusu C17, H33, COH plus H2 buradan alınar C17, H35, COH, yəni stearin turşusu alına bilər. Və yaxud da linol turşusunun üzərinə 1 mol hidrogen gələrəm, alınar olein turşusu. Olein turşusunun üzərinə 1 mol hidrogen gələrəm, alınar stearin turşusu. Birinci hidrogenləşməsidir. İkinci bromlu suyu rəngsizləşdirirlər. Çünki dedik ki, doymamış alkil radikallar mövcuddur. Məsələn, akril turşusu bromla reaksiya daxil olur. Buradan əmələ gəlir. 1 buradan daha doğrusu əmələ gəlir. Biz bu tərəfdən nömrələyirik. 2, 3 dibrom propan turşusu. Nömrələmə aparanda karboksil qrupu tərəfdən nömrələmə aparacağıq. Daha sonra 3-cü H-xlorla, H-bromla, su ilə birləşmə reaksiyalarına daxil ola bilirlər. Məsələn, H-xlorla reaksiya daxil olanda necə reaksiya gedir burada? Biz yadınıza gəlirsə, alkenlərdə su ilə
hidrogen halogenlərlə reaksiyada deyirdik ki, Markovnikov qaydası var idi ki, hidrogen çox olana birləşirdi, halogen hidrogeni az olana birləşirdi. Amma burada isə fikir versəz, hidrogeni çox olan bu tərəfdə, hidrogeni az olan bu tərəfdə. Burada isə hidrogen az olan tərəfə gedəcək, xlor isə hidrogeni çox olana. Aydındır. Markovnikovun əksi qaydası olacaq. Hidrogeni az olan tərəfə, xlor isə hidrogeni çox olan tərəfə birləşmiş olacaq. Və buradan alınır 3 xlor propan turşusu. Bunlarda polimerləşmə reaksiyası da mövcuddur. NCH2 CH, COH polimerləşəndə alkenləri necə idisə, burada da belədir. İki qat rabitə olan tərəfi saxlayıram əsas zəncirdə. Qalanını isə yuxarıya və yaxud da aşağıya keçirdirəm. Olacaq poliakril turşusu. Daha sonra gəlin danışağın iki əsaslı karbon turşularından. İki əsaslı karbon turşuları karbohidrogen radikalından və 2 karboksi qrupuna ibarət olan üzüm maddələri iki əsaslı karbon turşuları deyilir. İki əsaslı karbon turşuları həmçinin biz bölürük 3 yerə: doymuş, doymamış, bir də aromatik. Doymuşlara məsələn oksalat turşusunu göstərə bilərik. COH, COH. Bunun adı oksalat və ya turşenc də deyilir. Daha sonra malon turşusunu göstərə bilərik. COH, arada CH2 var. Sonra arada 2 dənə CH2 olsa, COH, bu olacaq kəhrəba turşusu. Daha sonra qulutar turşusu. Arada 3 dənə CH2 var. 4 dənə CH2 olsa, bunun adı olacaq adipin turşusu. Sonra doymamış iki əsaslı karbon turşularına isə malein turşusunu göstərmək olar. Elə bir ki, malon turşusu yox, malein turşusu başqa cürdür. COH, CH, 2 qat rabitə CH, COH. Bunun adı malein turşusudur. Aromatik karbon turşularına isə biz deməli aromatiklərdə bunu demişdik. Tereftal turşusunu göstərə bilərik. Alınması necə ala bilərik? Ümumiyyətlə, iki əsaslı karbon turşularının əsas nümayəndəsi oksalatdır, adipindir, bir də tereftal turşulardır. Bu üçü populyardır. Bəs bunları biz necə ala bilərik? Gəlin oksalat turşusunu birinci alağın. Oksalat turşusunu almaq üçün HCO natriumun deməli HCO natriumdan 1 mol hidrogeni çıxırıq. Buradan alınır natrium OOC, COO natrium. Bu olur natrium oksalat. Daha sonra bunun üzərinə H2SO4 gəlsəm, buradan alınacaq COH, COH minus natrium SO4. Bu nəhayət nə olacaq? Oksalat. Daha sonra növbəti alınmada adipini necə ala bilərik? C6H12, yəni bunun adı disikloheksandır. Bu disikloheksanın
oksidləşməsindən alınır COH, CH2-4, COH. Yəni adipin turşusu alınır. Üzərinə gəlinsin su. Üçüncü alınma reaksiyası isə paraksilonun oksidləşməsindən CH3, C6H4, CH3 minus 3 mol oksigen buradan alınır tereftal turşusu. Fiziki xassələr. İki əsaslı karbon turşuları bərk halda ağ maddələrdir. İlk nümunələri suda, efirdə, spirtlərdə yaxşı əldə olurlar. Bunlar bitkilərin tərkibində mövcuddur. Məsəl üçün, oksalat turşusu, turşəng, ispanaq, bunların və sair kimi bitkilərin tərkibində olurlar. Kimyəvi xassələri. İki əsaslı karbon turşuları bir əsaslı karbon turşularından daha qüvvətlidir. Oksalat turşusu da iki əsaslı karbon turşularının ilk nümayəndəsi olduğundan, demək ki, onda iki əsaslının içərisində ən qüvvətli oksalatdır. Ümumən götürsək, iki əsaslı bir əsasdan daha qüvvətlidirsə, o zaman karbon turşularının içində ən qüvvətli olan oksalat turşusu olacaq. Bu turşular nə ilə girir? Turşu kimi öz xassələrini göstərirlər, metallarla reaksiyaya girirlər, qələvlərlə reaksiyaya girirlər, spirtlərlə reaksiya daxil ola bilirlər. Məsələn, oksalat turşusu. Üzərinə gəlinsin 2 dənə natrium. Bunun tərkibində olan 2 dənə hidrogeni əvəz edirəm natriumla CO natrium. CO natrium minus H2. Və yaxud da 1 molunu da əvəz edə bilərəm. Yəni CO natrium, COH. Yəni bir dənə daha doğrusu atomu əvəz edə bilərəm. Daha sonra qələvlərlə reaksiya daxil ola bilər. COH, COH, minus natrium OH. Buradan alınar. Hidrogenləri əvəz etsəm. Birini əvəz edəyim gəlin bu səfər. Alınar buradan bir də su. Daha sonra oksalat turşusu həmçinin 200 dərəcədə dekarboksilləşmə reaksiyasına daxil ola bilir. Buradan alınır HCOH, minus CO2. Reaksiya qatı sulfat turşusunun təsiri altında olsa, bu zaman buradan alınır CO2, CO, bir də su. Daha sonra tətbiqindən gəlin danışalım. Qarışqa turşusundan nə kimi istifadə olunur? Toxuculuq sənayesində, göndəri istehsalında, daha sonra quru spirt müalicəsində, dezinfeksiya edici kimi, həll edici kimi istifadə etmək olar. Yəni və s. Sirkə turşusundan məişətdə, boya dərman maddələrinin alınmasında, plastik kütlələr, asitat lifli və s. Akril, metakril turşularının polimerlərinin alınmasında, oksalatdan boya sənayesində, ağardıcı kimi, adipindən və tereftaldan liflərin alınmasında və s. istifadə etmək olar. Bu qədər. İnşallah gələn videolarımızda görüşənədək.